Belaqanın Qaradağlı kəndində əslən Qarabağdan olan ailədə doğulması Rəşid Tahirovun taleyində həlledici rol oynayıb. Ata-baba yurdunun işğaldan azad edilməsi arzusu ilə böyüyüb. Vətənpərvərliyi, qorxmazlığı ilə fərqlənib. Böyükdən kiçiyə hər kəsin sevgisini qazanıb. Çox dəyərli oğluydu. Onunla nəinki mən, bütün kənd cəmaatı, hər kəs onunla fəxr edir ki, belə bir oğul var kəndimizdə. Yəni çox qanacaqlı, mərifətli, tərbiyəli, böyüyün, kiçiyin yerin bilən, ondan hər kəsə hörmətlə yanaşan, heç kəsin qəlbinə dəyməyən, heç kəsi incitməyən, bacardığı qədər hər kəsə kömək eləyə bilən adam idi. Rəşid arzusunun dalınca gedib, Vətən müharibəsində iştirak edib. İndi Belaqanda hər kəs onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışır. Onun qısa, lakin şərəfli ömür yolu gənclərə örnək göstərilir. 2020-ci il 27 sentyabrda o döyüşlərə qatıldı. Döyüş yoldaşlarının dediyinə görə o döyüşdə də fərqlənibdi. Həmişə yaxşı döyüşçü idi dedilər. Vətən uğrunda, Füzulinin azad olunması uğrunda, döyüşdə fərqlənməyinə görə və Şuşanın azad olunmasına görə medalları ilə təqdim olunubdu. Rəşid Tahirov Vətən müharibəsinin başa çatmasına az qalmış 2020-ci il noyabrın 6-sında Şuşa istiqamətində gedən döyüşdə qarşı tərəfin artilleriya atəşi nəticəsində şəhid olub. Arzusu isə həyata keçib. Ata-baba yurdu işğaldan azad edilib. Rəşidə Zülfüqarova, Çinarə Qambayeva, Ruslan Qasımov, ASTV xəbər.